azadlıq anlayışı çoxları tərəfindən düzgün dərk olunmayan bir anlayışdır. Azadlıq sözünün məfhumu, mənasını başa düşmürlər. Azadlıq nə demək? Xüsusən qadın azadlığı, qadınların əksəriyyət bu mövzuya görə dindən uzaq düşüblər, başa düşmürlər qadın azadlığının həqiqi mənasını. Elə düşünürlər ki, din qadına məhdudiyyət yaradır, azadlığın əlindən alır. Amma həqiqi şəkildə dinin qadına baxışını dərk eləsələr, cəhalətdir bunları belənci bir vəziyyətə salan. Dinin, İslamın qadına baxışı hansı baxışdır? Olduğu kimi dərk eləsələr, din məhdudiyyət deyil qadın üçün. Əksinə din azadlıqdır qadın üçün. Qadının dini ən çox onun hicabında cilvələnir. Qadının imanı, dini onun örtüyündə ən çox özün göstərir, cilvələnir. Qadınlar örtük barəsində onu məhdudiyyət görürlər. Deyirlər ki, bu hicab məhdudiyyətdir, bu azadlığımızı əlimizdən alır.